İmam Hüseynin canını özü ilə apardı meydana gedəndə. Həqiqətən canını özü ilə apardı. Əhl-i Beytdən birinci adam idi döyüşə gedən Həzrət Əli Əkbər. İcazə istəyir İmam Hüseyndən. İmam Hüseyin də deyir, get, dərhal. Xüsusi qurbanıdır İmam Hüseynin. Bu, İmam Hüseyin diqqət edir ki, bunu yaxşı təqdim edeyim Allah'a. Burada da tərəddüd yoxdur. Get, dərhal. Gedir, görüşmədən. Bağrına basmır onu. Həsrətlə dalıca baxır. Çünki canı gedir axı. Deyir, gözündən dilə birdən-birə sel kimi göz yaşı axır üzünə. Birdən-birə. Ondan sonra deyir, Allahım bu qövmə şahid ol. Onlara tərəf elə bir oğul göndərirəm. Əşbəhun nas, xəlqən, xulqən və məntiqən bir Rəsulullah. Hamıdan çox Peyğəmbərə oxşirdi. Belə bir oğul göndərirəm. Əli Əkbəri göndərirəm. Əkbər ölüb tək qalmışsan, Əkbər